Evdə hazırlanan dönərin dadı, təamı başqa cür olunur. Bugün evdə lavaşda xırçıltılı dönər hazırladım. Siz də mütləq hazırlayın, uşaqlarınız bayılacaq. Bizimkilər sevinərək yedir. Çox dadlı alınmışdır. Əvvəlcə tavaya teronfilə etini uzunsov formada doğrayıb əlavə eləyirəm. Yağda yaxşıca qızardıram. Duz, üstü, sarımsaq əlavə eləyib. Sonra isə qarışıqda piri hazırlayıram. Qarışıqları hazırladıqdan sonra xiyar, pomidor, kahı, ketçup və mayonezi qarışdırıram. Lavaş dönər üçün olan lavaşlardan istifadə eləyirəm. Uzunsov formada olan. İçini doldurub bükürəm. Büküb yağda yaxşıca qızardıb nuş edirik. İnanın çox dadlı alınır. Mütləq hazırlayın. Alınanlardan heç də fərqlənmir. Həm də ki doyumlu, dadlı olur. Videomu da bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Dadlı reseptlər üçünsə izləmədə qalın. Hələlik sağ olun.